Susuz dünyanı təsəvvür etmək mümkün deyil. Təəssüflər olsun ki, yer kürəsinin içməli su ehtiyatları azalmaq üzrədir. Bugün 2 milyard insan içməli su tapmaqda çətinlik çəkir. Bu, Azərbaycanda da risk vəziyyətindədir. Araşdırmalar göstərir ki, təxminən 40 il əvvəl Azərbaycanda təxminən 31 milyard kubmetr içməli su mövcud idisə, bugün bu rəqəm 4 milyarda bərabərdir. Məsələnin nə dərəcədə olması bəllidir. Bəs Azərbaycanda bugün içməli su ilə bağlı hansı problemlər mövcuddur? Həll olunması üçün hansı işlər aparılır? Daha ətraflı sıradakı materialdan izləyək. Hər damlasında həyat olan sərvət, su. Amma dünya artıq bu mənbəyi itirə-itirə gedir. Yer üzünün 75%-ni təşkil edən suyun yalnız 2,5%-i təmizdir. Deutsche Welle'nin verdiyi məlumata görə hazırda təxminən 2 milyard insan içməli suya tamamilə möhtacdır. Dünyanın yarısı isə müntəzəm vaxtlarda susuzluqdan əziyyət çəkir. 1980-ci ildə Sovet dövründə aparılan araşdırmaya görə Azərbaycanda şirin su ehtiyatı 30,9 milyard kubmetr olub. Bugünsə ekspertlər həyəcan təbili çalırlar. Çünki hazırda şirin su ehtiyatının həcmi 4 milyard kubmetrə bərabərdir. Bu rəqəm indiki halda kifayət etsə də səmərəsiz istifadə və israfçılıq halları təbii sərvətin tükənməsinə gətirib çıxara bilər. Diqqətli olmalıyıq ki, bu su ehtiyatları mütləq qaydada əhalinin sırf məişəti üçün sərf olunmalıdır. Həmin su anbarları ki, biz tikməyi planlaşdırırıq, onlara başlasaq, tədricən son 3-4 ilə yəqin ki, onları yekunlaşdıra biləcəyik. Bizim su problemimiz olmayacaq. Onu da diqqətlə işlətməliyik, həm məişətdə, həm suvarmada, həm də ki, digər sahələrdə. Bax, bu dediyim və qayda ilə su ehtiyatımızı istifadə eləsə, bizim problemimiz ola bilməz. Qeyd edək ki, Azərbaycan ərazisi Böyük və Kiçik Qafqaz olmaqla yanaşı həm də Kür-Araz ovalığında yerləşir. Bu ərazilərdə isə əsasən Aran rayonları yerləşir. Həmin bölgələr öz quraqlığı ilə seçilir. Mütəxəssislər qeyd edirlər ki, ölkənin suvarma sistemləri köhnə qaydada işləyir. Daha sonra suvarma sistemlərində beton örtüklü kanallardan istifadə edilməsi vəziyyəti bir qədər dəyişsə də yenə də problem ortaya çıxır. Mütəxəssislər əlavə olaraq bildirirlər ki, əhaliyə verilən suların çəkildiyi boru sistemi də SSR dövründən qaldığına görə istismar müddəti bitib. Bu da sızmalara gətirib çıxarır. Bakı şəhəri özü də daxil olmaqla su təchizatı infrastrukturu təqribən 60-70-80-ci illərdə tikilən infrastrukturdur və bu boruların istər magistral xətlər, istər paylayıcı şəbəkə, onların çoxunun köhnəlməsi, istismar müddəti artıq bir çoxunda 40-50 ili də keçir. Bu artıq onlarda sızmanın, yəni bu sistemdə su sızmalarının olmasına gətirib çıxardı və içməli su təchizatında da Bakıya içməli suyun verilməsində də artıq böyük itkilərlə üzləşmiş olduq. Nuş olsun, ürəyi sərinlət qardaş. Buzlu sudur, ürək sərinlədən sudur. Xoşunuza gəldi mi qardaş? Ay sərin su, sağ ol qardaş. Bugün Azərbaycanda içməli su problemi dövlət səviyyəsində müzakirə olunan məsələdir. Bu problemin qırmızı xəttə çatdığına dair işarələr də var. Prezident İlham Əliyev Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair müşavirədə geniş miqyaslı və müfəssəl dövlət proqramının qəbul edilməsinin vacibliyindən söz açıb. Bu proqram həm Bakı şəhərini, onun qəsəbələrini, Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə edəcək. Bir müddət bundan əvvəl mənim göstərişimlə proqramın hazırlanması prosesi başlamışdır və demək olar ki, proqram hazırdır. Biz bugün həm bu proqramı müzakirə edəcəyik, eyni zamanda görülmüş işlərlə bağlı danışacağıq və görüləcək işlərlə bağlı müzakirə aparacağıq. Bu proqramın əsas məqsədi qeyd etdiyim kimi Bakı və Abşeron yarımadasını dayanıqlı içməli su ilə təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra olunmalıdır. Bu fakt özlüyündə göstərir ki, nə qədər geniş miqyaslı proqramdır, çünki vaxt lazımdır ki, bunu biz tam icra eləyək.
Proqramda icrası gözlənilən məsələlərdən biri də Xəzərin suyunun duzsuzlaşdırılmasıdır. Mütəxəssislər bildirirlər ki, bu iş həyata keçirildiyi zaman Bakının su ehtiyatı bir neçə dəfə artacaq. Bu zaman regionlardan paytaxta su verilməsi azalacaq. Bu da suların bərabər şəkildə paylanmasına xidmət edəcək. Xəzər dənizinin duzsuzlaşdırılması layihələrinə start verilmişdir. Artıq bu istiqamətdə konkret işlər görülür, böyük zavod tikilir. Bəli, Xəzər dənizinin duzluluğu dünya okeanı ilə müqayisədə 3 dəfə aşağıdır və bu da ona ümid verir ki, duzsuzlaşdırılma xərcləri dünya səviyyəsi ilə müqayisədə daha aşağı olacaq və bu alternativ su mənbəyi kimi həm də Bakıya digər ərazilərdən gətirilən suların azalmasına səbəb olacaq. Yəni bir alternativ kimi çıxış edərsə, bu isə həm də ekosistem dəyərlərinin qorunmasına səbəb olacaqdır. Qeyd edək ki, yanvarın 12-sində Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə 2035-ci ilə qədər su və onunla bağlı bir sıra problemlərin həll olunması barədə söhbətlər aparılıb, tapşırıqlar verilib.